Mən Orxan Həsənov Nazimoğlu 2016-cı ildən etibarən Azərbaycan Duz İstihsalat Birliyində baş planlamaçı olaraq işləyirəm. 2023-cü ildən etibarən isə Azərbaycan Duz İstihsalat Birliyi Həmkarlar İttifaqının sədri olaraq fəaliyyətimə davam edirəm. Müəssisəmiz 2010-cu ildən 21 iyul tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır. Azərbaycanda rafinasiya duzu olaraq yeganə müəssisədir istehsal edir və istehsal gücümüz illik 90 min tondur. Günlük olaraq isə 24 saat fəaliyyət göstərməkdəyik. Azərbaycan Duz İstehsalat Birliyi 2015-ci ildən etibarən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının üzvüdür. Həmkarlıq vəzifəmiz işçilərimizin hüquqlarını qorumaq, onların rifahını artırmaq və işçilər arasında birlik ruhunu gücləndirməkdir. 2020-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkil etdiyi layiqli əmək və təhlükəsiz iş şəraiti müsabiqəsinin qalibi olmuşuq. Mən Zaur Nəzərov Ayazoğlu 2023-cü ildən Azərbaycan Duz İstehsalat Birliyində növbə rəisi vəzifəsində çalışıram. Elə həmin ildən də Həmkarlar İttifaqının üzvüyəm. Çalışdığım sahədə Həmkarlar İttifaqı tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik istiqamətində daimi monitorinqlər aparılır. Bundan əlavə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən keçirilən bir neçə sosial layihədən də yararlanmışam. Düşünürəm ki, Həmkarlar İttifaqına üzv olmaq əmək şəraitində yanında bir etibarlı tərəfdaşın olması inamı yaradır. Mən Mənzərə Məmmədova 2012-ci ildən Azərbaycan Duz İstehsalat Birliyində paşetləyici vəzifəsində çalışıram. Həmin ildən də Həmkarlar İttifaqının üzvüyəm. Mən elə bir iş şəraitində çalışıram ki, orada təhlükəsizlik qaydalarına əməl etmək olduqca vacibdir. Müəssisə rəhbərliyi, eləcə də Həmkarlar İttifaqı da əməyimizin təhlükəsizliyini daimi şəkildə nəzarətdə saxlayır. Müvafiq tədbirlər görür. Mütəmadi olaraq təlimlər təşkil olunur. Həmkarlar İttifaqının təşkil etdiyi sosial istiqaməti bir neçə tədbir və layihədən də yararlanmışam.